Bu gecə Məhərrəm ayı ilə əlaqəli 5-ci məclisimizdir. Günlər vallah necə tez keçdi, heç özüm də hiss eləmirəm. Elə bil dünən başlamışıq, artıq yarı eləmişik 10 gün məclislərin. Allaha həmd olsun, məclislərimizin bərəkəti var, səfası var, nuraniyyəti var. Sizin kimi qəlbi Allah eşqi ilə döyünən, Əhl-i Beyt məhəbbəti ilə döyünən insanların, əzadarların sayəsinədir. Özünüzün qədrin bilməyinizi mən xütbənin əvvəlində sizdən xahiş yox, tələb eləyirəm. Özünüzün qədrin bilin. Balaca adam filan deyilsiz ki, Allah bu cür gözəl bir neməti sizə nəsib eləyib, ürəyinizdə imam məclisində iştirak eləmək hərarəti var, istəyi var, meyl var bu məclislərə. Bu özü böyük bir nemətdir. Həmişə o neməti qəlbinizdə qoruyub saxlamağa çalışın. Biz bir neçə gündür Kərbəla və insan mövzusu ətrafında danışırıq və dünən demişdik ki, Kərbəla insanı özünə insanın seçə biləcəyi ən ali hədəfi, Allaha yaxın olmaq hədəfini seçmişdi. O hədəfin ətrafında müəyyənləşmişdi və möhkəmlənmişdi. İndi sual verirəm və indidən deyirəm, bugün danışacağım mövzu, 4 gündür danışacağım mövzunun əsas hissələrindən biridir. Bugünkü danışacağım məsələ, indiyə qədər danışdıqlarımdan vacib məsələdir. Ona görə, ola bilsin biraz uzun çəkər, amma çox xahiş edirəm, imkan qədər həm telefonları səssiz alasınız, diqqətiniz məndə olsun, giriş-çıxış məsələsinə diqqət eləyin. Vacib bir neçə məqama toxunacam ki, çox lazımlı məsələlərdir. Mən danışacağım sözün qiymətini artırmıram, əstəğfurullah. Bu danışacağım sözlər öz sözlərimdə deyil. Bunlar birbaşa İslamdan olan çıxarışlardır, dinimiz haqqındakı çıxarışlarımdır deyə xahiş edirəm ki, bu məsələlərə bir balaca daha çox diqqət ayırasınız. Sual verirəm, niyə Kərbəla insanı ali hədəf seçib, onda möhkəm dayanmışdı, amma qarşı tərəfdə dayananlar bunu eləyə bilməmişdilər? Çox cavablar vermək olar. Niyə bir tərəf çox ali hədəf uğruna gəlmişdi Kərbəlaya? Digər tərəf isə çox alçaq bir hədəf uğruna gəlmişdi Kərbəlaya. Biri gəlmişdi Allahı razı salıb Allaha doğru yaxınlaşsın. Biri gəlmişdi 5-3 manat dünya malı qazansın, vəzifə qazansın. Bunun nə ilə eləmək istəyirdi? Peyğəmbər balasının qanını tökməklə. Niyə bu dəstə belə düşünürdü, bu dəstə belə idi? Niyə bunlar bunu seçmişdilər və niyə bunlar bunu seçmişdilər? Çox cavab vermək olar. Və indiyə qədər də cavablar verilib, veriləcək də bundan sonra. Amma mən bugün xüsusi bir cavab vermək istəyirəm. Əsas cavablardan biri də budur ki, hər insan həyatda öz səviyyəsinə uyğun hədəf və yol seçir. Öz səviyyəsinə uyğun hədəf seçir. Bu günləri, bu dəqiqələrdə hər insan öz səviyyəsinə uyğun yerdədir. Sən buradasansa, başa düşürsən səviyyən hardadır sənin? Biz özümüzün səviyyəmizi qiymətləndirə bilirik biz. Bu məclisdə olanlar və başqa yerlərdə bu məclislərdə iştirak edənlər səviyyələrinin fərqinə varmalıdır. İnsanın səviyyəsi hansı həddədirsə, o səviyyədə də yolu olacaq, hədəfi olacaq, seçimi olacaq və mövqeyi olacaq. Hədəfin necəliyi sənin mənim səviyyəmə bağlı məsələdir. İmam Hüseyn əleyhissalam, ümumiyyətlə Əhl-i Beyt nəyin simvoludur? Çox şeyin. İnsanlığın, fədakarlığın, alicənablığın, imanın, əxlaqın bir simvolları da var onların ki, onlar səviyyə simvollarıdırlar. Səviyyəli insan simvoludur Əhl-i Beyt.
İmam Hüseynin və tərəfdarlarının qətlinin, öldürülməsinin bir səbəbi də onların insan kimi səviyyəsinin çox yuxarı olması idi. Bu necə sözdür, necə yəni? İnsan səviyyəli olanda onu öldürmək lazımdır ki, İnsan məgər səviyyəli biri olanda gərək onu şəhid eləyəsən? Əksinə, səviyyəli insana hörmət eləyərlər, ədəb göstərərlər, səviyyəli insanın dəyərini bilərlər, qədrini bilərlər, onu öldürməzlər axı. Bəli, bu sənin, mənim, bizim düşüncəmizdir. Amma heç də həmişə səviyyəli insana hörmət eləmirlər və səviyyəli şəxsiyyətə sahib insan olmaq əslində təhlükəlidir bu dünyada. Ən təhlükəli şey, məndən soruşsaz, insan üçün nədir? Düşünmədən deyərəm, insan üçün ən təhlükəli şey onun çox böyük səviyyəli adam olmasıdır. Özü də bu dünyada. Onlar İmam Hüseynə o qədər nifrət eləyirdilər ki, hətta Allah bağışlasın məni, imam zamandan üzr istəyirəm, hətta öldürəndən sonra da əl çəkmədilər, cənazəsinin üzərindən at çapdılar. Özdə ziyarət Aşurada oxuyuruq. Deyir ki, atlarının gözlərini bağladılar. Neçə dəfə cəhd elədilər, at gedmədi İmam Hüseynin nəşinin üstünə. Niqab saldılar atın gözünə ki, at görməsin hara gedir. Heyvan heyvanlığı ilə İmam Hüseynə tərəf getmədi. Bunlar o atı məcbur apardılar İmam Hüseynin üstünə. Bu qədər niyə nifrət eləyirdilər İmam Hüseynə ki, öldürdülər, bəs eləmədi, at da çapdılar üstündən. Niyə? Və bu gün də İmam Hüseynin adı ilə o cür rəftar eləyənlər var. O vaxt cənazəsi ilə, mübarək nəşi ilə, şəxsiyyəti ilə elə rəftar eləyirdilərsə, bu gün də adı ilə həmin rəftar eləmək istəyənlər var. Ona görə İmam Hüseynə nifrət edirlər ki, axı necə oldu ki, cavabı sizə deyirəm, necə oldu ki, biz satıla bildik, biz 5-3 manata görə alçala bildik, sən alçalmadın. Niyə alçalmadın sən? Namərd adam özündə olmayan bir şeyi başqasında görəndə ona nifrət eləyir həmişə. Özündə olmayan üstünlüyü başqasında görəndə ona nifrət eləyir. Səviyyəsiz adam özündə olmayan səviyyəni başqasında görəndə başlayır ona qarşı nifrət eləməyə. Səviyyəli insanın düşməni ona görə çoxdur ki, görəndə ki, düşmürsən onun səviyyəsinə, düşmən olur səninlə. Əvvəl istəyir səni səviyyəsinə salsın, öz gününə qoysun. Görəndə yox, sən düşmürsən, yəqin başınıza çox gəlib. Mən nə qədər qardaşlardan eşitmişəm ki, deyir ki, məsəl üçün, onun elədiyi bir çirkin bir işin yanında olmursan, görürsən bir alçaq bir əməl eləyir, bir pis hərəkət eləyir, eləmirsən də o elədiyini. Eləmirsən deyə nifrət eləyir sənə, biz niyə deməksə? Yəni sən niyə təmiz qaldın, mən pis oldum? Niyə? Niyə təmiz qalmalısan axı sən? Niyə bu günah eləməməlisən axı sən? Düş də mənim səviyyəmə, ol da mənim günümdə. Sual verirəm, niyə Peyğəmbərə dəli deyirdilər? Əstəğfurullah. Niyə məcnun deyirdilər, divanə deyirdilər, dəli deyirdilər Peyğəmbərə? Bəyən Peyğəmbərə dəli deyənlər doğrudan da inanırdı ki, Peyğəmbər dəlidir. Əsla inanmırdı. Onlar yaxşı bilirdilər ki, Peyğəmbər dəli filan deyil. Qur'an özü cavab verir buna. İndi icazə verin, mən Qur'anın cavabını sizə deyim. Qələm surəsinin 1-ci və 2-ci ayələrində Uca Allah buyurur ki, Nun vəl qələmi və mə yəsturun. And olsun qələmə və onunla yazmağı öyrədənə. Mə əntə bi ni'məti rabbikə bi məcnun. Sən, Peyğəmbər, sən Rəbbinin neməti sayəsində dəli deyilsən. Allah Peyğəmbərinə deyir ki, dəli deyilsən sən. Yaxşı, niyə dəli deyirdilər bəs Peyğəmbərə? Allah özü cavabını Qələm surəsinin 4-cü ayəsində buyurur. Və innəkə lə'alə xuluqin azim. Sən əzəmətli əxlaq sahibisən. Yəni, Peyğəmbər
əzəmətli əxlaq sahibi idi, yəni səviyyə sahibi idi deyə dəli hesab olunurdu. Səviyyəsizlərin yanında səviyyəli dəli hesab olunur həmişə. Peyğəmbərin dəli hesab olunması onun əzəmətli əxlaq, əzəmətli səviyyə sahibi olmasına görə idi. Ona görə səviyyəsizlər Peyğəmbərin səviyyəsini başa düşə bilməyəndə və ya onun səviyyəsinə qalxa bilməyəndə Peyğəmbərə deyirdilər, dəlidir bu. Ki, gözdən salsınlar. Deyə bilmirlər, axı səviyyəli kişidir. Deyə bilmirlər, əxlaqlı kişidir. Deyə bilmirlər, böyük adamdır. Bunu deyə bilməyəndə deyir, səviyyəsiz adamdır, dəli insandır. Bilirsiniz, heç niyə bu qədər dünyada səviyyəli insanlara axmaq deyirdilər? Cavabı da budur ki, Peyğəmbərin səviyyəsinə qalxa bilmirdilər, istəyirdilər onu da öz səviyyələrinə salalar, alınmırdı, dəli deyirdilər. Qələm surəsinin 10-cu və ondan 14-cü ayələrinə qədər olan hissəni oxuyuram sizə, tərcümə edirəm. Allahın Peyğəmbərə əmridir, amma o əmr təkcə Peyğəmbərə aid deyil, bizə də aiddir. Əmrinə baxın Allahın, Peyğəmbərinə nə tövsiyə eləyir, nə əmr eləyir, buyurur. وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِينٍ Peyğəmbər, itayət eləmə hər and içənə, hər alçağa. Hər and içənə, hər alçağa. Həmməzin məşşəi binəmim, ey baxtarana, söz gəzdirənə. Mənnə'in lil xayri mu'tədin əthim, xeyrə mane olana, həddi aşan günahkara. Utulli bə'də zəlikə zənim, daş ürəkli kobuda, əsli nəsəbi bilinməyənə. Ən kanə zə məlin və bənin, o mal, dövlət və uşaq sahibi olsa da belə. Bu ayələri oxudum sizə, diqqətlə də qulaq astınız. Gördünüz Peyğəmbərə dedi, kimlərə itaat eləmə, and içən alçağa, daş ürəkliyə, həddi aşan günahkara, söz gəzdirənə, ey baxtarana, hətta onun pulu da olsa, uşaqları da çox olsa, mal dövləti də olsa, bu ayələrin hamısını yığaq, bir cümləyə sığışdıraq. Yəni, Allah Peyğəmbərə nə tövsiyə elədi? Peyğəmbər, səviyyəsi olmayan adamlara itaat eləmə. Bunların heç birinin səviyyəsi yoxdur. Allah Rəsuluna əmr eləyir ki, Peyğəmbər diqqətli ol, nə badə səviyyəsizlərin səviyyəsinə düşəsən. Bu həm də bizədir, həm də bizədir. Həm də Peyğəmbər nə deyir ki, ya Rasulullah, var dövlətinə baxmaya. Kərbəlada İmam Hüseyin əleyhissalamı öldürməyə gələnlər kim idi? Pulu, vəzifəni, səviyyə bilənlər idi. Nə qədər təhlükəlidir bu hal ki, insanlar səviyyə olaraq pulu bilsinlər, mal dövləti bilsinlər, vəzifəni bilsinlər. Həmin adamlar idi İmam Hüseyni öldürməyə gələnlər. Və bugün də İmam Hüseynin adı ilə mübarizə aparanlar həmin adamlardılar. Səviyyəni pulda, mal dövlətdə görən insan, səviyyəni şəxsiyyətdə olduğunu görəndə ürəyi partlayır. Pulu səviyyə göstəricisi bilmək, insanlıq tarixində buraxılan ən böyük səhv idi. Və bəlkə də ən faciəvi bədbəxtlikləri gətirən böyük səhvdir. İnsanların pulu səviyyə bilməsi. Cəmiyyətdə böyüyən bir cavan, misal üçün böyüyür bu cəmiyyətdə, baxır görür ki, bu cəmiyyətin insanları ancaq pullu adamlara hörmət eləyirlər. O da düşünür ki, nə edirəmsə edim, pul qazanım ki, hörmət eləsinlər. O pul qazanmaq uğrunda nə desəz eləməyə razı olar ki, tək ki pulum olsun. Çünki pulum olsa, o itirdiyim səviyyəni də geri qaytaracam. Yəni, zatən məni səviyyəli biləcəklər. Atalar deyib ki, yaxşı bir sözü var atalarımızın, deyir, varlı giyinəndə deyirlər mübarəkdir, kasıb giyinəndə deyirlər ki, hardan almısan? Yetimin əlində qoğal həmişə təəccüblü görsən axı. Kasıba yaraşdırmırlar yaxşı bir şeyi. Dərhal bir sən təəccübə gəlirlər. Yəni bu səviyyəli bir şey səndə nə gəzir? Niyə sən də bu olmalıdır axı? Necə oldu bunu əldə elədin? Kasıbın əlində qoğal həmişə təəccüblü görsənir bəzilərinə.
Çünki kasıbı səviyyəsiz bilirlər deyə, onda nəsə bir şey, yaxşı bir şey görəndə təəccüblənirlər. Necə oldu bu? Bir dəfə bir məclisdə bir kişini tərif edirdilər, kənddə olan söhbəti deyirəm sizə. Çoxdanın da söhbətidir, yadıma düşür. Bir dəfə bir kişinin tərif edirdilər. Dedilər, sağ olsun, 3 dənə oğlu var, 3-ünə də ev alıb, gün güzaran qurub, evləndirib, onları ev sahibi eləyib. Hamısını yer-bəyər eləyib üçünü də. Nə vaxtsa olub da belə bir kişi, 3-ünə də, 3 oğluna da gün güzaran qurub. Bir nəfər var dedi ki, əşi, o da hamısının arvadın hesabını eləyib. Diqqət eləyin. Əslində isə elə deyildi ya. Həmin o kişi elə öz sayəsini eləmişdi onu. Niyə o söz elə dedi o? Niyə dedi ki, arvad hesabını eləyib? Çünki özü indiyə qədər qazandığı pulu ancaq günaha xərcləyib. Övladları üçün də bir günahlamayıb. Özü ki, pulu səviyyəsiz yerə xərcləyib, pulu səviyyəli yerə, lazım olan yerə xərcləyən insanı, kişini də alçatmaq istəyir. Özü ki, səviyyəsizdir deyə istəmir, səviyyəli bir insan tərif olunsun. Kimsə oğluna, gəlininə, qızına günahlayıbsa, bunu həzm eləyə bilmir. Gərək hamısı düşsün, onun kimi səviyyəsiz olsun, qumara, harama, pul xərcləsin. Yaxşı yerə pul xərcləyən kişini gözü götürmür. Doludur belə adamlar cəmiyyətdə. Yanlarında bir dənə səviyyəli adamı tərif eləyin, mütləq bir dənə qulp qoşacaqlar. Və hansı kənddə, hansı şəhərdə, hansı cəmiyyətdə bu qulp qoyanların sayı çox olsa, o yer bədbəxt olar. Qulp qoyanların, qulpun çıxardıb gözünə soxanlar çox olsa, o yer xoşbəxt olar. Bizim vəzifəmiz o qulp qoyanların müqabilində dayana bilmək bacarığı olmalıdır bizdə. Üzümüz qızarmalıdır onların üzünə. Mən olan yerdə bir dəfə də olsun qələt eləyib, hansısa səviyyəli adamın dalıcan danışmağa cürət eləməməlidirlər. Sən olan yerdə, yadınızda qalsın, sizin yanınızda səviyyəli bir insanın dalınca pis söz deyirlərsə, deməli sizdə ciddi nöqsan var. Əmin olun ciddi nöqsan var. Mərdliyinizdə nöqsan var. Kişiliyinizdə nöqsan var. Kimin yanında səviyyəli adamı rahat tənqid eləyirlərsə, deməli, mərd adam deyil. Yaxşı bilirəm mən ki, bu adamın yanında səviyyəli birini tənqid eləsəm, üzümə hırıldayacaq, güləcək. Namərddə axı, mərdin yanında elə gözünü çıxardar. Otuzdurar səni yerüvə. Ona görə də namərd meydanda at oynadırsa, kənarda çəpi çalan namərdlər çoxdur deyə. Ona görə də mərdlərin müdafiəsinə gəlmişik biz bu məclisə. Biz gəlmişik deyək ki, ay dünya, düzdü öldürdünüz Hüseyni, amma qədrin bilənlər var, qələt elədiniz öldürdünüz, səhv elədiniz öldürdünüz. Biz o kişilərin qiymətin, qədrin bilənləri buradayıq. Bəzi insanlar səni, məni sevmək üçün bir qayda qoyurlar. Düş mənim səviyyəmə, sevim səni. Dost olum sənlə. İnsanlar həmişə öz səviyyələrində olan adamla dostluq edirlər. Allah da öz Rəsuluna Qur'anda əmr eləyərək, bayaq oxudum əmrlərini Allahın, hamımıza əmr eləyir ki, əsla elələrinin səviyyəsinə düşməyin. Özləri batdıqları kimi sizi də batıracaqlar. Kərbəla insanı səviyyəsini qoruyan insan oldu deyə 100 illərdir fəxrlə yad olunur. O birisilər səviyyəsizlik elədilər deyə 100 illərdir lənətlə yad olunurlar. Biz niyə bu qədər tənqidə, bu qədər qınağa rəğmən hər il Kərbəla şəhidlərinin, Kərbəla insanlarının məclisini qeyd edirik? Bizi qınamayan yoxdur bu dəqiqə bu məclislərə görə. Hamı intellektual, savadlı görünmək üçün bizi cahil adlandırır və bu məclisləri qeyd etdiyimizə görə də qınayırlar. Niyə bəs bu qədər qınağa rəğmən utanmırsınız bu məclisləri qeyd eləməkdən, gəlməkdən, çəkinmirsiniz? Niyə çəkinmirsiniz? Çünki bilirik ki,
burada gəlib adlarını qeyd eləyəcəyimiz, xatirələrini yad eləyəcəyimiz, onlar üçün göz yaşı tökəcəyimiz kişilər səviyyəli insanlardır. Onların səviyyəsinin üstünlüyüdür ki, onların məclisinə gəlməyə heç vaxt utanmayacağıq. Heç vaxt çəkinməyəcəyik. Rahat, alnı açıq, üzü ağ gələcəyik. Nə qədər tənqid olur olsun, biz rahat gəlirik bu məclislərə. Çünki səviyyəli adamların məclisinə gəlirik. Alnı açıq kişilərin məclisinə gəlirik. Və meydan oxuyuruq dünyaya. Gəlin səhvlərin göstərin, sabahdan gəlməyək. Gəlin səviyyəsiz hərəkətlərin göstərin, sabahdan gəlməyək. Bir dənə barmaq tapmazlar, qattalasınlar İmam Hüseyn və Kərbəla şəhidlərinin səviyyəsiz bir hərəkətinə görə. Ona görə də həmişə qeyd olunacaq, fəxrlə yad olunacaqlar, sevə-sevə də gəlib iştirak eləyəcək insanlar. İmam Hüseyn Kərbəlaya gələnə qədər, Mədinədən çıxıb Kərbəlaya gələnə qədər yolda ona nə qədər bir insan qoşulurdu. Hamısını başladı təftiş eləməyə, ələkdən keçirtməyə. Baxmayaraq ki, çox adam qoşuldu. İmam Hüseyn istəsəydi, Kərbəlaya 30 binin qabağına 100 min qoşun gətirərdi. Vallah bacarardı. İstəsəydi eləyərdi. Amma bunu necə eləyərdi? Onların məntiqi ilə cəmaatı pula görə çağırardı, vəzifəyə görə çağırardı, bəh, dolardılar İmam Hüseynin ətrafına. Amma İmam Hüseyn belə eləmədi. Çünki İmam Hüseyn əleyhissalam pula, qənimətə, vəzifəyə görə döyüşən, səviyyəsi ancaq dünya qədər olan kişilər lazım deyildi Kərbəlanı yaratmaq üçün. Kərbəlanı səviyyəsi dünyanın fövqündə dayanan kişilər yarada bilərdilər. İmam Hüseyn Kərbəlanı səviyyəsi Allaha tərəf ucalan kişilərlə yaratdı. Gərək şəxsiyyət səviyyəli olaydı, niyyətin səviyyəli olaydı, hədəfin səviyyəli olaydı ki, İmam Hüseynin yanında qala bilərdi. Qalmaq üçün səviyyə lazım idi. Hər şeyin səviyyəsi olmalıydı. Əxlaqıvün, ədəbüvün, imanıvün, niyyətüvün, hədəfüvün, mövqeyvün, şəxsiyyətüvün səviyyə lazım idi İmam Hüseynin yanında dayanmağa. Kərbəla əsirlərini Şama aparırdılar, Küfəyə aparırdılar. 80 nəfər, 80 nəfər qız gəlin uşaq var idi o əsirlərin içində. Zarafat rəqəm gəlməsin sizə. O boyda qıza, gəlinə nəzarət eləyə bilmək iki insanın öhdəsində idi. İmam Səccadın və xanım Zeynəbin. Onların birinci əmri bilirsiniz nə oldu o qız gəlinə, uşaqlara? Heç kimdən sədəqə götürməyin. Salmayın səviyyə üzü aşağı. Acı olun, dilənməyin. Acı olun, əl açmayın namərdə. Fikir verin, qadağan elədilər, heç kimdən sədəqə götürməyəcəksiniz. İnsanların yazığı gəlirdi Kərbəla əsirlərinə. Gəlirdilər, nəsə gətirirdilər, yazıqları gəlib də, çörək gətirən olurdu, su gətirən olurdu. Gəlirdilər Kərbəla əsirlərinə yaxınlaşanda görürdülər ki, yazıq özləridir. Bunların səviyyəsi haradadır? Bunlar acdır, susuzdur, sədəqəyə gözlərinin ucu ilə baxmırlar. Cəmaat dəhşətə gəlirdi ki, ac olasan, susuz olasan, səviyyəvi qorumağı bacarasan. Kərbəlada İmam Hüseyn əleyhissalamın ətrafında insanlar hamısı döyüşə getmək üçün gəlib İmam Hüseyndən icazə alırdılar. O qədər qan-qada var idi Kərbəlada, qırğın var idi Kərbəlada. O qanın, qırğının içində icazə istəmək nədir? Niyə icazə istəyirdilər? Çünki imamdan icazə almaq onların səviyyəsinin göstəricisi idi. Başa düşürsünüz bunu nə demək istəyirəm? Səviyyə göstəricisi idi. Səviyyəsiz adamlar deyildilər, icazəsiz iş görsünlər. Ona görə İmam Hüseyn əleyhissalam buyururdu ki, mən öz səhabəmdən xeyirli səhabə görmədim. Niyə icazə alırdı Kərbəla şəhidləri döyüşə getmək üçün İmam Hüseyndən? Sual verirəm sizə, bir cavabınız var. Nəsə düşünürsünüz bu barədə? Niyə icazə alırdılar? Deyirsiniz ki, bəli, imama itaət vacibdir, gərək imam icazə versin sənə. Bəli, bu cavabdır. Amma gəlin mən də bir cavab deyim sizə. Onlar qorxurdular ki, birdən icazəsiz bir iş görərlər, Kərbəlanın səviyyəsi düşər aşağı. Kərbəlanın hörməti
sınar. Düşmən fürsətdən istifadə eləyər. Ona görə gözləri imamın ağzındaydı. Ki, imam deməsə eləməyək. Amandır bir iş görərik, birdən səviyyə düşər aşağı. İmam hörmətsiz olar, imam utanar, imam xəcalət çəkər deyə. Ona görə deyirlər ki, Əhl-i Beyti sevmək ayrı anlayışdır. Əhl-i Beytin tərəfdarı olmaq ayrı anlayışdır. Əhl-i Beyti sevmək üçün səviyyəsi aşağı olan adam da sevə bilir. Əhl-i Beyti sevmək çox da elə də fəzilət deyil. Valla fəzilət deyil də. Onları da sevməyib kimi sevəcəksən. Sizi inandırım ki, siz bilirsiniz ki, İmam Hüseyni öldürənlərin içində də bir göz ağlayanlar var idi İmam Hüseyin öləndə. İmam Hüseyni sevənlər var idi. Allah şahiddir ki, deyirəm, onların çoxsu İmam Hüseynə qəlblərində sevgi hiss eləyirdilər. Yaxşı. Bəs niyə tərəfdar ola bilmədilər İmam Hüseynə? Çünki Əhl-i Beyti sevmək səviyyə göstəricisi deyil, amma Əhl-i Beytin tərəfdarı olmaq səviyyə göstəricisidir. Səviyyəsiz adam sevə bilər Əhl-i Beyti, amma səviyyəsiz adam Əhl-i Beytin tərəfində dayana bilmir. Əhl-i Beyt tərəfdarı ola bilmir. Tərəfdar olmaq üçün səviyyə lazımdır. Məsələn, Elmlər Akademiyasının binasının yanından keçirsən. Görmüsünüz də o binanı. Gözəl binadır, gözəl arxitekturası, memarlığı var. Keçəndə o binanı görürsən və binanı çox istəyirsən, sevirsən. Xoşun gəlir binadan. İndi sual verirəm. Məgər hər Elmlər Akademiyasından xoşu gələn insanı Elmlər Akademiyasının içinə buraxırlar? Yox. Gərək elmi səviyyən ola. Dediyim kimi, niyə insanı Həzrəti Əli əleyhissalamın yanında çox görə bilmədik biz? Niyə məsələn İmam Əlinin həqiqi tərəfdarı az idi? Niyə az idi? Cavabı bu idi ki, çünki insanlar Əli əleyhissalamın səviyyəsinə tab gətirə bilmədilər. Səviyyə o qədər alidir ki, o səviyyəyə tab gətirə bilmək çətinliyi yaşadı bəziləri deyə Əli əleyhissalamın yanında dayana bilmədilər. Bəzən olur ki, Əhl-i Beyt əleyhissalamın, imamların davranışlarında bəzi məqamları görürsən ki, az qala içindən bir yüngül etiraz eləyəsən ki, bu qədər də yoxdur ayağa. Ya Mövla, bu qədər də yox. Yəni, bu etiraz əslində, əstəğfurullah, imama səhv bilmək deyil, ha. Sadəcə bir narahatçılıqdır ki, doğrudan da mən dəfələrlə olub ki, imamların haqqında oxuyanda demişəm ki, yəni, ay mənim Mövlalarım, ay ağalar, ay Peyğəmbər və onun pak Əhl-i Beyti, bu qədər də yox. Məsələn, bir misal çəkim sizə. İmam Əli əleyhissalam öz qatilin məsciddə oyatdı. Gəldi, gördü ki, yatıb üzü qoyulu. Durquzdu onu, dedi, dur belə yatma, bu şeytan yatışıdır. Baxırsan ki, ağa, bilirsən bu səni öldürəcək, bu qatilin olacaq sənin. Adam az qala fəryad eləyib demək istəyir ki, ağa, bu qədər hörmət eləmə onlara, öldürəcəklər səni. Fikir verin, necə səviyyəli davranışdır. Əmr ibn Asla üzləşir Əli əleyhissalam döyüşdə. Əmr ibn As lənətullah bilir ki, Əli əleyhissalamdan bacara bilməz. Bilirsiniz də nə edib tarixdə? Əmr ibn Asla qarşılaşanda çılpaq soyundu, Əli əleyhissalam üzünü çevirdi, öldürmədi. Halbuki öldürsəydi fitnənin başı nəzəcəkdi orada. Əli əleyhissalam fitnənin başın əzən zamanda səviyyəsiz hərəkət eləmədi. Enmədi Əmr ibn Asın səviyyəsinə. Heç onun çılpaq bədəninə tərəfdə baxmadı. Fəratın suyun Əli əleyhissalamın üzünə bağladılar, qoşunun üzünə. Əli əleyhissalamın qoşunu döyüşdü və Fəratın suyun aldı, azad elədi, icazə verdi. Dedi, icazə verin, gəlib düşmən qoşunu içsin. Əli əleyhissalamın tərəfdarları var idi ki, etiraz elədilər ki, ağa, niyə axı onlara biz icazə veririk? Onlar bizim üzümüzə bağlamışdılar. Əli əleyhissalam dedi ki, yox, olmaz. Biz onlar kimi rəftar eləməyəcək. Yəni, Əli əleyhissalam səviyyə göstərdi. Yəni, səviyyəsini salmadı onların səviyyəsinə. Onlar kimi rəftar eləmədi. İmam Əli əleyhissalam döyüşürdü Peyğəmbərin dövründə döyüşdə. Düşmənin əlindəki qılınc sındı. Çaşdı, qaldı, itirdi özünü. Qayıtdı Əli əleyhissalama ki, ya Əli, qılıncı ver də mənə.
Əleyhissalam götürdü qılıncı, atdı ona tərəf, öz qılıncın. Bu adam çaşbaş qaldı, məəttəl qaldı. Əleyhissalama orada sual verir ki, niyə verdin qılıncı mənə? Əleyhissalam deyir ki, kişiyə yaraşmaz ki, biri ehtiyac içində ondan bir şey istəyə, o da onda olan halda onu verməyə. Səviyyəyə baxın bir dənə. Kim bu səviyyəni izah eləyə bilər? O adam düşdü Əleyhissalamın qabağında ki, mən sizin kimi bir kişi ilə döyüşmərəm. Mən sizin kimi bir kişinin dininə iman gətirərəm. Və iman gətirdi də. Sizə Müslüm İbn Əqildən bir nümunə çəkim, bir səviyyə nümunəsi çəkim. Müslüm gəldi Kufəyə. Kufəyə çatandan sonra İbn Ziyad da gəldi, çıxdı Kufəyə, əmir kimi. Müslümü Hani İbn Ürvə evində gizlədirdi ki, İbn Ziyad Müslümə bir ziyan toxundurmasın. Və Hani İbn Ürvə də xəstə idi. İbn Ziyad yığıncaq eləmişdi, Hani gələ bilməmişdi. İbn Ziyad dedi ki, eyb yox, indi ki özü gəlməyib, mən özüm gedərəm onun evinə. Haniyə dedilər ki, əmir sənin evə gəlir, sənin görüşüvə, İbn Ziyad. Hani çağırdı Müslümü, dedi ki, Müslüm, bundan gözəl fürsət düşməyəcək hələ. O mənim görüşümə gəlir, mənim evimdə, otaqda o olacaq, mən olacam. Sən gizdən bir yerdə, onu içərdə öldür. Mənim görüşümə gələndə mən sənə bir-iki söz deyəcəm, işarə eləyəcəm vaxtı olanda. O sözü eşitdin, çıx öldür onu. Onu öldürsün, ilanın başın vaxtında əzmi sorulacaqsan. Qoy onu öldürək ki, İmam Hüseyn Kufəyə rahat gələ bilsin. Müslüm də gizləndi. Hani, İbn Ziyad gəldi Haninin yanına. Hani nə qədər işarə elədi, gördü Müslüm gəlmir. Müslüm çıxmadı. Hani biraz əsəbləşdi, İbn Ziyad gedəndən sonra dedi, Müslüm, niyə öldürmədin axı? Müslüm dedi ki, mənim əlimdə silah var idi, onun əlində silah yox idi. Düşündüm ki, silahsız insanı öldürmək mərdliyə yaraşmaz. Bax, Əhl-i Beyt səviyyəsi bax budur. Kişilik səviyyəsi bax budur. Qabağında ən qatı düşmən ola belə, yenə də səviyyə söhbət eləyir. Deyir, mənim səviyyəm ondan üstün idi, qılınc var idi əlimdə. Mənə yaraşmazdı ki, müdafiəsiz bir insanı öldürüm. Bax elə, bu səviyyəsinə görə də Müslüm tək qaldı Kufədə. Elə belə səviyyəli davrandı deyə tək qaldı Kufədə. Küfəllərin çoxu onun səviyyəsində deyildi deyə Müslümü tək qoydular. Bu cür səviyyəli kişilər indi də dünyada qəribdilər. Belə səviyyəli insanlar həmişə qərib olublar. Nə dost onları düzəməlli tanıyıb, nə düşmənləri düzəməlli tanıyıb. Peyğəmbərin başına kül tökürdülər. Bir gün tökmədilər, Peyğəmbər salavatullah getdi görüşünə. Eşitdilər, Peyğəmbər gəlib sənin yanına, o da xəstələnmişdi. Xəcalətli baxır Peyğəmbərin üzünə. Peyğəmbər dedi, halın necədir, özün necəsən? Dedi, ya Resulullah, niyə gəldiniz mənim görüşümə? Dedi, neçə vaxtı başıma kül tökürdüm, bugün tökmədin. Soruşdum, dedilər, xəstələnib gəldim tənə dəyməyə. İman gətirdi Peyğəmbərə. Peyğəmbərin səviyyəli davranışına baxın bir dənə. Mən olaydım, eşidəydim xəstələnib, deyəcəkdim ki, bax, cəmaat yığılın, kənd cəmaatı yığılın. Bax, mənim başıma kül tökdü, gəldi Allahın bəlasına. Mən belə deyərdim. Peyğəmbər elə eləmədi. Səviyyəli kişilərlə, səviyyəli insanların davranışı bir ayrı cür olur. Şəhidlərimiz, Azərbaycanımızın şəhidləri səviyyəli insanlar olublar. Mən şəhidlərimiz haqqında xatirələri oxuyuram. Siz də oxumusunuz, görmüsünüz, onların haqqında eşitmişsiniz, filmlərə baxmışsınız, sənətli filmləri izləmişsiniz. Hamısının ortaq bir cəhəti olub, nədir? Səviyyəli insan olublar. Şəhidimiz var bizim Babəy Mahmudlu, ruhu şad olsun inşallah. Onun tələbə yoldaşı onun haqqında yazır. Deyir ki, şəhid Babəy o qədər səviyyəli və hörmətli insanı idi ki, ona şəhidlikdən başqa ölüm yaraşmazdı. Tələbə yoldaşıdır. Deyir, o qədər səviyyəli kişi idi, hörmətli oğlan idi ki, ona biz başqa ölümü yaraşdıra bilməzdik. Ona elə yaraşan o şəhidlik idi. Şəhidimiz Füzuli Həbibi var. Ruhu şad olsun. Atası danışır ki, oğlum olan yerdə kimsə zəifi əzə bilməzdi. Mümkün deyildi mənim oğlum orada ola, orada kimsə zəifi əzə. Ya bir qadına bir söz deyə, ya birinə bir sataşa. Mümkün deyildi. Ya söyüş söyə. Mənim oğlum icazə verməzdi. Və deyir, o həmişə
Həmişə deyirdi ki, atacan, anacan, mən çalışacağam elə övlad olum ki, sizin başınızı həmişə uca eləyim. Valideyninin başının uca olmasını istəyə bilmək bir insanın səviyyə göstəricisidir. Şəhidlərimizin, Azərbaycan şəhidlərinin də səviyyəsi çox ali idi deyə Allah onlara o məqamı nəsib elədi. İmam Hüseyn əleyhissalam, ümumiyyətlə Əhl-i Beyt insanlığın səviyyə simvoludur və insanın da səviyyəsi hansı həddədirsə, o səviyyədə kişinin yanındadır. O səviyyədə insanın tərəfdarıdır. O səviyyədə insanın aşiqidir. Və İmam Hüseyn əleyhissalam və Kərbəla şəhidlərinə aşiq ola bilmək, onların tərəfdarı ola bilmək insan səviyyəsinin göstəricisidir. Mən arzu edirəm ki, kaş bizim gənclərimizin arasında günahı, biz bəzən deyir də günah eləmə Allah cəza verər, günah eləmə cəhənnəmə gedərsən, günah eləmə ruzun kəsilər, günah eləmə belə olar, elə olar. Amma kaş belə deyəydik ki, günah səviyyəsiz işdir, səviyyəvi qorumaq istəyirsənsə günah eləmə. Kaş insan günahı səviyyəsinə görə də eləməyəydi, səviyyəsini alçaldır deyə insanın günahdan qaçaydı. Əslində günah yəni səviyyəsiz iş, fasiq yəni səviyyəsiz adam. Və sözümü sona çatdırıb demək istəyirəm ki, insanların İmam Hüseyn əzasına, Kərbəlaya münasibəti birbaşa onların səviyyəsi ilə əlaqəlidir. Bu suala sonda cavab verək. Səviyyəli insanın tərifi nədir? Bayaqdan deyirik ki, səviyyə. Səviyyəli insana tərif vermək istəsək nə deyək? Bir kəlmə söz demək istəyirəm. Səviyyəli insan, yəni özünü heç bir ucuz şeyin uğruna xərcləməyən insan. Heç bir ucuz hədəf naminə ömrün xərcləməyən insan. Heç bir ucuz, yüngül hədəf naminə yaşamayan insan. Heç bir ucuz şeyi arzulamayan insan. Budur səviyyəli insan. Və Kərbəla insanı özünü ən səviyyəli, ən qiymətli hədəf uğruna xərcləyə biləcək qədər səviyyəli adamlar idilər. Ona görə biz onların səviyyəsinə bugün də heyranıq, bugün də onlara hörmətimiz var, sabah da olacaq, ta qiyamətə qədər də onlara olan bu hörmət, bu sayğı həmişə qalacaq. Allah'an verirəm İmam Hüseyn əleyhissalamın hörmətinə, Allah bizi İmam Hüseyn və Kərbəla şəhidlərinin səviyyəsini başa düşüb, o səviyyədə, onların səviyyəsində qala bilməyi nəsib eləsin inşallah. Mən bu gecə istəyirəm, Kərbəlanın bir səviyyəli şəhidinin, bir balaya təvəssül eləyək.